Mən bu ayəni şəhid məclislərində çox şərh eləmişəm. Deyir ki, la xavfun aleyhim və lahum yahzanun cənnətdəkilər üçün. Nə bir qorxu var onlar üçün, nə bir kədər. Niyə qorxu və kədərdən danışır? Deyir, çünki dünyada bir qorxu var ki, itirəcəm hər şeyi. Bir də ki, itirəndən sonra qorxu da qalmırdı, itirdim, hüzün gəlir, qəm gəlir. Deyir, cənnətdəkilər üçün la xavfun aleyhim. Nə qorxu var, nə kədər. Çünki verilənlər alınmayacaq. İki cümlədə görün necə böyük hikmət yatır. Verilənlər alınmayacaq. Mən keçmişdə sizə çox demişəm, cənnətin qapısında bir dənə söz deyirlər ki, insan sevincindən az qalır ürəyi partlasın. Cənnətin qapısında deyirlər ki, fədxuluha. Desəydilər fədxuluha, daxil ol cənnətə, bu kifayət eləmirdi insana. Ən gözəl yerə göndər onu, denən ki, milyard ildən sonra çıxacaqsan, insan qəmlənəcək, itirmək qorxusu gələcək. Fədxuluha dalıca deyir, xalidin, həmişə qalmaq üçün. Bax, bunun sevincidir, insan yerə göyə sığmır.